İnsanın günahlarını bağışlatdıran ən başlıca səbəblərdən biri də Allaha çoxlu istiğfar etmək, Allahdan bağışlanma istəmək, ona tövbə etmək. Günahların əfv olunmasını, silinməsini, təqsirlərin keçilməsini, bağışlanmağı aləmlərin Rəbbi olan Allahdan istəmək. Allah Teala buyurur ki: "Vestağfirullaha innallaha gafurur rahim." Allahdan bağışlanma isteyin. Həqiqətən də Allah bağışlayandır, rəhimlidir. Və men ya'mal su'an aw yazlim nefsehu thumma yestağfirillaha yecidillaha gafuran rahime. Kim özünə zülm eləyər və yaxud da günah bir əməl edərsə, sonra qayıdıb Allahdan bağışlanma istəsə, görər ki, Allah Teala bağışlayandır, Allah Teala rəhimlidir. Allah Teala buyurur ki: "Vellezine iza fa'alu fahişeten aw zalamu enfusahum zakarullaha vestagfiru lizunubihim ve men yaghfiru'z-zunuba illallah." Onlar bir günah, fahiş əməl etdikdə, özlərinə zülm etdikdə başlayırlar Allah'a zikr etməyə və Allahdan bağışlanma istəməyə. Günahları Allahdan başqa kim bağışlaya bilər? Allahdan bağışlanma istəmək, Allaha tövbə etmək.